Salam Əfəndi. Salam, başlayaq. Demək, bir dənə baxaq. Sonuncu dərsimiz bağlayıcı ədat idi. Yəni birinci səhvlərə baxaq. Keçən dərsdən də məncə bizim səhvlərimiz qalmışdı. Nə qədər səhvimiz varsa hamısını deyim baxaq. Bircə Müəllim, məndə bağlayıcı ilə ədat daha rahatdır, amma qoşma bütün bəzi yerlərdə çaşıram. İndi var testlərdə onları görüb sizə deyəcəm də ki, tamam. bəzi şeylər qarışır məndə. 111, getdik. Birinci qoşmadan. Bir yeri, bir saniyə. Səhv yerə yazdım. 8-dən başlaya bilərik qoşmada müəllim. Baxaq. 8-ci. Baxaq günü. 8-də nə deyir? Deyir ki, birinci qaydanı deyir. Görüm o 8 nədir? Hə. Bu da qayda deyil. Deyir ki, Cüneyt, məktəbi bitirənə qədər mənimlə eyni partada oturmuşdu. Məktəbi bitirənə qədər. Qədər burada nədir? Məsafə qoşmasıdır, düzdürmü? Düzdür, burada Bəli, zamandan onu asılı bitir. qoşmadı. Amma Onu məsafə. zaten qoşma Bir kimi də götürmüşdüm. mənimlə, Cüneyt, kiminlə? Bu Bax, nə demişdik? lalədə ilə də qarışıram müəllim. Ha, bax, Cüneyt, qaydanı deyim. İstəyirsən qeyd Bəli. et. Bu lalənin funksiyaları çoxdur da, biraz ona görə qarışdırırsan. Bax, lalə olur, ən birinci keçdik laləni zərf düzəldən şəkilçi kimi. Bəli. Lalə zərf düzəldən şəkilçi olanda necə, nə cür, nə tərzdə sualına cavab verir. Məsələn, o heyrətlə baxır, necə baxır? Tərz hərəkət zərfi. Orada seçə bilirəm. Sual verəndə bilirəm ki, bunlar Aysa, başqa bağlayıcı qoşma ədat deyil. lalə Amma adlarında bilmirəm. kim ilə nə ilə sualına cavab verəndə qoşma. Məsələn, mən Günellə gedirəm. Kimi ilə qoşma. Mən Kimi ilə nə qələmlə ilə? yazıram. Nə ilə qoşma. Amma layləni və ilə əvəzləyəndə olur bağlayıcı. Məsələn, nənəmlə babam kənddə yaşayırlar. Nənəm və babam kənddə yaşayırlar. Olacaq nə bağlayıcı? Nənəmlə babam, Bağlayıcı nənəm. olanda fəaliyyət əvəzləmək olur. Bəli, bəli. Bax, indi bura baxaq. Bax, mənimlə eyni partada oturmuşdu. Buradakı nəyə sual ver? Mənim ilə, kimi ilə? Kimlə sualına cavab verən kimlərdir? Qoşmadım. Hı -hı, başa düşdüm. Müəllim. Keçən dərs mən xəstə idim, bəzi hissələrə düzəməlli, onun üçün qulaq asa bilməmişdim. Tamam. Sağ Allah olun. şəfa versin. Buyurun. Sonra. Denə Burada Günel. müəllimə 38 səs bayaqdan açıq idi. Üzrlü saniyə heç baxmamışam, elə səs gəlmiş. Hə, 38 qoşmada. 38. 38-dən əvvəl müəllim onu deyə bilərəm mən zəhmət olmasa. Ona da baxaq. 10. Tamam. 10 sonra 38. Ona Mənim 10 baxaq. sonra 9-a baxarıq. Tamam. Onda 9, 10, 38. 9-a baxaq. Nə Yox, deyir? İylə hansı cümlədə qoşmadır? Bax, yenə sual verməliyik. Laləli sözü gəlin sual verir. Səmimiyyətlə qarşıladı. Necə, nə cür, nə tərzdə? Zərf. Cəsarətlə vuruşurdu. Necə? Zərfdir. Necə vuruşurdu? Nə tərzdə? Cəsarətlə. Zərfdir. İndi C-yə bax. Deyir ki, C-də əsgərlər və zabitlər eyni masa arxasında oturmuşdular. Bax, C-də ləni neynədir? Və ilə əvəzlədim də, düzdürmü? Əsgərlər və zabitlər. Layləni və ilə əvəzləyəndə olur nə? Bağlayıcı. Bu oldu bağlayıcı. C variantı getdi. Sonra D-yə baxaq. Ana ilə bala qoşa gedirdi. Ana və bala qoşa gedirdi. Ana və bala. İləni və ilə əvəzləyəndə nə olur? Olur bağlayıcı. Ana və bala qoşa gedirdi. Yenə bağlayıcıdır. Y'yə baxaq amma. Qonaqları dağ yolu ilə gətirmişdilər. Nə ilə? Dağ yolu ilə. Hə, dağ yolu ilə nədir? Qoşmadır da. Çünki sual verəndə bir də bax belə bir şey deyim ki, laləli söz mücərrəd mənalı sözə qoşulubsa adətən olur nə? Zərf. Bax belə deyim sizə. Məsələn deyirsən ki, e, hünərlə vuruşdu. Hünər gözə göstərən bir şey deyil ki, zərfdir də, düzdürmü? Amma deyirsən ki, konkret mənalı sözə qoşulanda isə olur qoşma. Məsələn deyirsən ki, o qələmlə yazır. Qələm gözə göstərir də, düzdürmü? Nə ilə? Bu olacaq nə? Qoşma. Vənlə də vəzliysənsə olur nə bağlayıcı. Bax səmiyyətlə gözə göstərən bir şey deyil, zərfdir. Yəni sualdan əlavə bunu da yazıda saxlaya bilərsiniz də. Cəsarətlə gözə göstərən bir şey deyil, zərfdir. C-də zaten vənlə əvəzlədim, bağlayıcıdır. D-də yenə vənlə əvəzlədim, bağlayıcıdır. Amma Y-də dağ yolu ilə. Həm dağ yolu göstərən bir şeydir, həm də sual verəndə nə ilə sualına cavab verir? Ona görə olur qoşma. Başa düşdünüz bunu? aydın müəllim, mən də yazmışam, yəqin ki, səhv yollamışam.
Hə, tamam. Ona da baxaq. Yenə qoşulmuşam. Kişi mehribanlıqla ona nə isə dedi. Bax, sual verir. Mehribanlıqla necə, nə tərzdə zərfdir. Həm də bax, mücərrəd mənalı sözə qoşulub yenə. Yenə yəni zərfdir. Nənəmlə babam kənddə yaşarlar. Nənəm və babam. Ləni və nənə vəzifə. Müəllimə, o başa düşdüm mən bunu. Bayaq izah elədiyiniz şeylərdən sonra Hə, tam hə. oturdu. Hə, Tapdım elə tamam. siz deyənə qədər. Hə, tamam. Getdik. 38-ə baxaq. 22-yə baxa bilərik müəllimə. Baxaq 22. 27, 27. 27. Aha. Cümlələrdən yalnız birində qoşma. Bax, burada nədir? Bax, 4 dənə söz var ha. Əvvəl, qabaq, sonra, bəri. Əvvəl, qabaq, sonra, bəri sözün özündən əvvəl çıxışlı xallı sözə qoşulubsa, olacaq qoşma. Məsələn, deyirsən ki, səndən əvvəl, səndən qabaq, səndən sonra, səndən bəri desəm, olacaq qoşma. Amma əvvəl, qabaq, sonra, bəri sözləri müstəqil işlənibsə, onda olacaq zərf. Məsələn, deyirsən ki, əvvəl arxa tulla, sonra afərindir. Nə zaman əvvəl, nə zaman sonra? Bu olacaq nə zərf? Bax, indicə baxaq. Əvvəlcə Masabəyi özü, sonra isə qonaqlar rəqs etməyə başladılar. Bax, buradakı əvvəllə sonra zərfdir. Niyə? Çünki müstəqil işlənir. Özündən əvvəl heç nəyə qoşulmayıb ki. İndi C-yə bax. Tutuxanım sübh namazını qıldıqdan sonra. Hə, C-dəki sonra nədir? Qoşmadır. Niyə? Çünki qıldıqdan sonra. Özündən əvvəl nəyə qoşuldu? Çıxışlı xalı sözə qoşuldu da, düzdürmü? Sonra Bəli. D-də. D-də ümumiyyətcə heç yoxdur heç nə. Y-də də Qobustandan danışıb, Qobul xalçalarını unutmaq günah olar. Burada da ümumiyyətcə qoşma yoxdur. Burada bir dənə C-dir. Qıldıqdan sonra. Sonra burada özündən əvvəl çıxışlı xalı sözə qoşulur. Sonra. Aha. Başa düşdün ki, nə bunu? Bəli müəllimə. 35-ə də baxa bilərik zəhmət olmasa. Baxaq. 35. Müəllim, qoşmadan ötəri incəliklər varsa, isimdə elə incəliklər yoxdur. Doğrudan. Bu qoşma sizə çətin gəlib. Hə? Tamam. Müəllim, mənə biraz çətin gəldi. Bu sizə biraz yaxşıdır. Yox, biraz çətin. Ədatla elə bil bağlayıcı rahat gedir. Daha elə bil yumşaqdır, anlamaq daha rahatdır. Amma qoşmada bir adam tutulur. Bəli. Hə, boy. Baxaq qoşmaya. 35-ə baxaq. Axı kim yaratdı bu sərhədləri? Burada heç nə yoxdur. Kim saldı qəlbə fikri xəyal? Yoxdur. İdrak cığırına düşəndən çərçivə tanımır insan kamalı. İdrak cığırına düşəndən bəri Mən bəri çərçivə yazmışdım, özgetdikdir. necə? Ay, mən səhv yoxlamışam, üzrü sayın. Hə, düşəndən bəri. Bəri də orada. Düşəndən bəri. Çünki özündən əvvəl nəyə qoşuldu? Çıxışlı xalı sözə qoşuldu da. Bəli, bəli. Mhm, tamam. Mən səhv yoxlamışam, üzrü sayın. Hə, əsas ki, bilirsən. Və 38-ə nə deyir? Deyir ki, bir nümunədə qoşma, qoşulduğu sözlər birlikdə fərqli cümlə üzvü vəzifəsindən çıxış edir. Bax, bir şey deyim də, cümlə üzvlərini keçməmişik. İzah eləyəcəm. Yəni, başa düşməsəz narahat olmayın da. Nəğmələr quş tək uçur. Bax, burada qoşmalı söz hansıdır? Quş tək. Sual ver. Quş tək uçur. Necə, nə tərzdə? Burada oldu tərz hərəkət zərflik. Qoşmalı söz. İpək kimi saçlarım var. Bax, burada qoşmalı söz nədir? İpək kimi. Sual ver. İpək kimi saç. Necə saç? Bax, ipək kimi orada nədir? Təyindir. Çünki nəyi izah elədi? İsim izah elədi də, düzdürmü? İpək kimi saç. Necə saç? B-dəki ipək kimi nədir? Təyindir. B variantı. Suyun üzü ayna kimi parıldayırdı. Necə, nə tərzdə? Ayna kimi. Buradakı ayna kimi nədir? Tərz hərəkət zərfliyidir. Ayna kimi. Bax, qoşmalısız zərflik oldu. A-da da C-də də. Hamı dönüb qapıya tərəf boylandı. Qapıya tərəf. Hara tərəf? Bax, burada qapıya tərəf nədir? Bu da zərflikdir. Yer zərfliyidir. D-də getdi. Yağışdan sonra hava xeyli sakinləşdi. Yağışdan sonra nə zaman? Bax, yerdəki sonra da nədir? Qoşmadır. Zaman zərflikdir yağışdan sonra. Zaman zərfliyidir. Nə zaman? Yağışdan sonra. Bax indi. Quş tək necə? Tərz hərəkət zərfliyi. Ayna kimi. Burada da zərflikdir. Qapıya tərəf. Burada da yer zərfliyidir. Yağışdan sonra nə zaman? Burada da nədir? Zaman zərfliyidir. Hamısı zəflikdir. Amma B-dəki ipək kimi nədir? Təyindir. O görə cavab olacaq nə? B variantı. İpək kimi saçları var. Necə saçları?
Hamısında zəflikdir, B-də sənədə təyindir. Cümlə üzvü kimi B variantında fərqli vəzifədə nə edib çıxış edin. Başa düşdünüz bunu? 38-i Bəli başa müəllim, bəli. düşdünüz? Hə, tamam. Bəli, müəllimə başa Tamam. düşdüm. Çox sağ ol. Sonra deyin. Var qoşmadan deyin. Yoxdur qoşmadan başqa. Varsa deyin. Yoxdursa keçək bağlayıcı. Tamam. Deyin bağlayıcıdan səhvlərimizi. 24 bir dənə. 24. 24-ə qədər var. Getdi 24-də. Nə deyir? Dadənin bağlayıcı kimi. Demək, bir dənə qaydanı birinci deyək. Dadənin funksiyalarını yadınıza salın. Bax, dadə olurdu iştirak bağlayıcısı. Bu bir. Dadə olurdu bir dənə qüvvətlendirici ədat. Əgər dadə cümlədə sadalanırsa, sadalana bilirsə, olacaq nə? Bağlayıcı. Dadə əgər cümlədə sadalanırsa, sadalana bilirsə, olacaq nə? Bağlayıcı. Amma əgər dadəni dana ilə əvəzləyə biliriksə, adətən belə deyirik də, olacaq nə? Ədat. Məsələn, deyirsən ki, gəl dərsini oxu da, oxu dana deyə bilirsənmi? Olacaq nə? Ədat. Bunu bil də, bunu bil dana, olacaq nə? Ədat. Dərsini yaz da, yaz dana, olacaq ədat. Demək, dadəni adətən dana ilə əvəzləyə biliriksə, olacaq nə? Ədat funksiyasına çıxış edəcək. Yox, əgər tərsinə dadə cümlədə sadalana bilirsə, olacaq nə? Bağlayıcı. Məsələn, biz bir də dadə həm bağlayıcı, həm ədat olanda mütləq dərəcədə sözdən ayrı yazılmalı. Bax, bunu da deyim. Biz Ayazda, A-dakı dadə yerli yaldı. Çünki sözə bitişik yazılıb, A-nı çıx. Küçələrdə çinar, vələs, palıdda əkək. Hə, B-dəki dadə nədir? Bağlayıcıdır. Çünki çinar da, vələs də, palıd da əkək. Fikir versənmi? Dadəni sadalaya bilirsənsə, demək ki, bağlayıcıdır. Cavab elə B-dir. Muğanın dərdi elə su dərdidir də. C-dəki də nədir? Ədatdır. Çünki muğanın dərdi elə su dərdidir dana. Dana ilə əvəzlədinmi? C-də nədir? Ədatdır. Deyək baxaq. Toplanışda bütün məsələlər həll edildi. Hə, D-də artıq toplanışda sözündəki da nədir? Yerli yalın şəkilçisidir. Yerli yaldır. D-dəki toplanışda sözündəki da yerli yal. Yerdə də ədatdır. Çünki sözə bitişik yazıldı. Y-də də bəli, yat da, yat dana. Y-də də dananı əvəzləyirsən, olur nə? Ədud. Düzdür, bəli. Dedim ki, müəllim, keçən dərs çox xəstə idim. Bəzi şeylərə diqqət edə Eybi bilməmişəm. yox, əsas söz üçün indi, yəni dedikcə yadında qalsa problem deyil. Bəli. Əsas indi. Sağ ol. Sonra deyin. Hə, varmı buradan başqa səhv? 5 müəllim. 5. Baxaq. Bəli. Nə deyir? Tərkibində tabellik bağlayıcısı. Hava tutuldu, amma yağış yağmadı. Amma tabesizlik bağlayıcısıdır. Nə bağlayıcısıdır? Qarşılaşdırma. Ədilə və sevdə. Və nədir? Birləşdirmə. Tabesiz. Gah özünü günahkar sayır, gah başqasını, gah da bölüşdürmədir. Yəni yenə tabesizdir. Madam ki, D-dəki madam ki nədir? Şərt bağlayıcısıdır. Şərt bağlayıcısı da tabellik bağlayıcısıdır. Elə 5-in cavabı D variantıdır. Nə hə deyir, nə yox. Y-dəki nə də inkarlıq bağlayıcısıdır. O da tabesizdir. O da cavab nədir? D-dir. Madam ki, şərt bağlayıcısıdır. Şərt də tabelikdir. Ümumiyyətlə şərt bağlayıcıları hansılardır? Əgər, hərgah, madam ki, indiki bir haldakı. Ona görə cavab verir D variantı. Bir də Sonra zəhmət olmasa 18. 18. Biri tabellik bağlayıcısıdır. Burada təbii ki, cavab nədir? B variantı. Madam ki, bəli. Hiç Bax, soruşturmadım. halbuki qarşılaşdırmadır. Qarşılaşdırma bağlayıcısı tabesizdir. Ehtimal ki. Ehtimal ki, ümumiyyətlə modal sözdür. Yəni aydınlaşdırma bağlayıcısıdır. Elə bil ki, modal sözdür. Burada bir dənə cavab nədir? Madam ki. Madam ki, şərtdir, şərt də tabellikdir. Müəllim, imtahanda məsələn belə tipli düşə bilər, qayda tipli, yoxsa ancaq praktiki olaraq düşür. Olur, belə də ola bilər. Tabeslik bağlayıcısı da tabellikdir, bu da ola bilər, düşə bilər. Aydın. Mhm. Çox. Buyurun. Getdik. Deyin.
Var buradan? Yoxdur. Bağlayıcıdan yoxdursa sualınız varsa deyin. Yoxdursa ədəta gedin. Ədətlə başlayır. Deyin ədətdən suallarınızı. 10-cu sualı ümumiyyətlə başa düşüb yaza bilmədim yəni. 10-cu sual. Baxaq üçün. Məndə də onu. Hansı cümlədə ədat yoxdur? Aha, işlənməyib deyir. Mhm. Deyir ki, yığıncağa qonşu məktəbdən də gələnlər var idi. Hə, bax buradakı də nədir? Bağlayıcıdır. Niyə? Bax, sadalaya bilirsən. Yığıncağa qonşu məktəbdən də, qonşu binadan da, oradan da, buradan da gələnlər var idi. Sadalaya bilirsənsə bu nədir? Bağlayıcı. Oradan da, Hı. buradan da, məktəbdən də. Özündən sadalaya bilirsənsə yenə bağlayıcıdır. Yəni A düzdür. B Tamam. variantı. A-da bəs ədat yox bağlayıcısı nətər olur? A, hə, elə cavab A'dır da. Hə, tamamdır mənim. Hə, hə. Bax, B-də, bax, yəni deyəcək, mən də bir kəlmə deyim də, deyim dana ədatdır. Tək ki, həmişə sən gələsən. Tək nədir? Arzu ədatı. Məgər sual ədatıdır D variantında. Y-də də həkimin məsləhətlərinə əməl edirsənmi? Yenə mumi nədir? Bu da sual ədatıdır. Sonra deyin buradan başqa. Ədatdan deyin səhvlərinizi. Yoxdur başqa səhviniz ədatdan. Müəllim 48-də baxa bilərik zəhmət olmasa. Baxaq, ədadda 48. Bəli. Baxaq, Bir də nədir? 39 üzr istəyirəm. Bir də 39-a 39. baxaq. 39. Bəli, bəli. Aslında xətt çəkmiş sözlərdən biri ədat deyil. Aha. Qoy var olsun elin varı, elin varı var olsun. Bu da şey əmr ədatıdır. Qoy var Hə, onu olsun. bildim. Suala Orada cavab fərq vermir axı. Çünki suala cavab vermir. Məsələn, bax deyirsən ki, kitabı yerinə qoy, net qoy. Oradakı qoy müstəqil fe'ldir. Suala cavab verir. Amma qoy var olsun deyəndə oradakı qoy nədir? Əmr ədatıdır. Suala cavab verə bilmir axı. Sonra Müəllim bir B-ni seçdim mən. B əvəzliyi deyil, sual əvəzliyi. necə yəni gəlməyib? Yox, burada da ədatdır. Çünki Mən sual bunu axı əvəzliyi sual funksiyasını yerinə yetirmir axı. Bax, deyirsən ki, sən necə rəngi xoşlayırsan. Amma burada necə yəni gəlmir? Buradakı necə fikri qüvvətləndirir. mən onu Amma sual deyə kimi bax, qəbul edirəm. hə, yo yo yo. Çünki bax bir şey deyim də. Çünki cümlədən sual çıxmayıb bax, necə yəni gəlməyib. Bu cümlədə suallıq bir şey var. Bu Mən cümləyə necə cavab verə yəni gəlməyib bilirsən. mənasında söylədim. Bax, bu Necə yəni cümləyə gəlməyib? bax bu cümləyə cavab hazırlaya bilirsən. Cavab hazırlaya bilirəmmi? Hə, yoxdur cavabı. Başa Yoxdur düşdüm axı. müəllimə. Hə, Dediyim kimi ona sanki görə cümləni yanlış vurğu ilə oxumuşam deyə mən onu əvəzliyi kimi götürdüm, sual əvəzliyi kimi. hə, başa düşdüm. Sonra bax, gəl burada baxaq, C-yə də baxaq. Bax sənə deyirəm ha. Buradakı ha da qüvvətləndiricidir. Uşaqlara Burada yaxşı problem bax. yoxdur. Hə, deydəki bax nədir? Müstəqil fe'ldir. Sual çünki verə bilirsən. Niyə? Bəli. Heç Nəyə ora qədər bax? düşməmişəm mən. B-də elə mən saxlayıb oradakı əvəzliyi idi deyə. Hə, düzdür. Bir də müəllim 48-də baxa bilərik zəhmət olmasa. Baxaq. Nə deyir? Cümlələrin birində nə ədat kimi işlənmişdir? Nə gözəldir dağ döşündə bulaqlar. Buradakı nə nədir? Ədatdır. Qüvvətləndiricə ədat. Hı. Lamiyə, bu barədə nə bilirsən? Hə, buradakı nə nədir? Yenə sual ədatıdır, sual əvəzliyidir. Eldar nə dindi, nə danışdı? Buradakı nə nədə inkar əvəzliyidir. Xəstə nə söylədiyini özü də bilmirdi. Sual əvəzliyidir, nə söylədiyi. Burada sual Bəli. əvəzliyi idi, nə Bəli. söylədiyi. Sən buna nə hə, xəstə nə söylədiyini özü də bilmirdi. Nəyi Bu əvəzliklə söylədiyini ədatın bəzi yerləri toqquşur yaman. bax, xəstə nə söylədiyini özü də bilmirdi. Bu yerinə söz qoya bilirsən də. Nə söylədiyini deyə bilərsən ki, məsələn, ə, nə Söz söylədiyini söylədiyini özü də bilmirdi deyə Ay bilərik sağ ol. məsələn. Hər hansısa bir şey söylədiyini özü də bilmir. Nəsə qoya bilirsən. Sən buna nə deyirsən? Buradakı nə də nədir? Yenə nəsə deyirsən də, deyirsən pis deyirəm, yaxşı deyirəm. Amma nə gözəldir dağ döşündə bulaqlar. Məsələn, hər hansısa bir yerə getmisən, görürsən ki, gözəl yerdir də, təbiəti filan gözəldir. Deyirsən, nə gözəldir buralar. Burada suallıq bir şey yoxdur axı. Deyirsən, nə gözəldir. Olur onda ədat avtomatik Bəli. olaraq. Ay, sağ ol, fikri qüvvətləndir. Müəllim, Bəli. Bəli.
Bir söz deyə bilərəm istəsəniz. Buyurun, buyurun sorun. Burada Bəli. B, D, bir də E-dəki o nələrin oxşar cəhəti nə idi? Sual əvəzliyir. Əvəzliyi. Bəli. D-də də, Orada Y-də də nə sual əvəzliyidir. orada belə deyək də, onda o tapmaq kimi, bir üsul kimi nəni, nəyi ilə, məsəl üçün nəyi bilirsən, nəyi söylədiyini, nəyi deyirsən. Yəni elə tapa bilərik, əvəz eləyə bilirsə sual əvəzliyi kimi getmək. Elə yox, amma bax ən yaxşı variant bilsən nədir? Sual, yəni bax şu cümlədən sual çıxırmı? Cavab verə bilirsənmi? O sualdan cavab çıxırmı? Sən buna nə deyirsən? Məsələn, kimsə Məsələn, mən sənə deyir ki, 48-də A-dakı nəni necə ilə də əvəzləmək olar da? Necə gözəldir dağ döşündə bulaqlar. bəli, bəli. Bax, A-dakı Əvəzləmək mümkün nədən? olur. Ədat çıxmır axı uşaqlar. Üzr istəyirəm. Sual çıxmır axı. Nə gözəldir. Məsələn, kimsə sizə deyir ki, nə gözəldir buralar. Qayıdıb demirsən ki, pisdir, yaxşıdır. O sadəcə olaraq fikrini deyir. Sualı sənə sual vermir ki. Amma deyə bax, xəstə nə söylədiyini özü də bilmir. Sən də söyləyirsən ki, nə söyləyib ki? Nə söyləyib ki? Sən, yəni bu yazıq xəstə nəsə deyib, doktor da nəsə deyib. Yeyə bax, sən buna nə deyirsən? Nə deyirsən? Sual verir də. Sən də deyirsən ki, hə, yaxşı baxmıram, hə, pis baxmıram, nə bilim, hə, fikirləşmirəm. Nəsə deyə bilirsən də. Aydın mən. Mhm. Çox sağ olun. Tamam, buyurun. Sonra deyin. Buradan var başqa ədəddə? Yoxdur ədədlə bağlı sualımız. Tamam. Ədədlə bağlı sual yoxdursa, onda gedək burada nəyə? Qrupa test atmışam. İşləmisiz kursu? Şeyi, quiz işləmisiz? Material qrupunda var idi. Orada sualınız var. Baxın, bu material qrupuna Mən göndərmişəm. vaxt eləyə bilməmişəm müəllim, onu sabah işləyəcəm inşallah. Tamam. Kimisə sualı varsa uşaqlar, ekran şey eləyim, baxaq. Eləməmisinizsə əgər testi problem deyil. Mən Eləyin səhvlər. görməmişəm müəllimə testi. İndi gördüm. İndi gördün. Hə. Bax bu quiz. Onda işləməmisinizsə eyb yox. Hı. Bax bura işarələyirəm, bu quizi işləyin. Yaxşı. Yazıram. Gələn dərsdə işləyin baxaq, yaxşı. Hı. Qrupa yazdım. Tamam. Onda məncə testimiz qalmadı. Buranı bağlayıram. Bir saniyə buradan çıxar. Gəlin başlayaq dərsimizə ikinci. Bu ikinci hissəyə keçəcəyik. Getdik. Və bu keçəcəyik nəyi? Birləşməni, ismi və feili birləşmələri keçəcəyik. Məqsəd və intonasiyaya görə cümlənin növlərini keçəcəyik. Bir də xitab ara sözləri keçəcəyik. Yaxşımı? Bax, bir şey deyim də, bu da mündərizətə baxaq. Yəni biləsiniz də nə qədər dərsimiz qalıb. Demək, bax, dərsimizi necə keçəcəyik? Bir saniyə. Baxın, cümlə üzvlərini bir dərsə keçəcəm. Mübtəda, xəbər, təyin, tamamlıq, zərflik. Çünki çətin dərs deyil bunlar, yəni. Bu gün keçəcəm xitab ara sözləri, məqsəd və intonasiyaya görə cümlənin növləri, bir də ismi və feili birləşmələr. Bu başlanğıcı keçirdim. Bizim dərsimiz nə qalacaq? Yəni növbəti həftə içində. Əlavələr, həmzin süzlər dərsimiz qalacaq. Sadə cümlənin şəxsə görə növləri, əməli yazılar. Əməli yazını da keçmişik də, düzdür? Əməli yazını keçmişik də uşaqlar. Məncə sizdən keçmişik. Keçmişik bəli. Aysa. Keçmişik. Aysa. Bax bizim dərsimiz nə qalacaq? Yəni əldə qalan mövzularımız hansılardır da? Vasitəs və vasitəli nitqdir. Üslublarda keçmişik, əməli yazında keçmişik burada. Bax ilk dərsdə keçmişdik ya. Sonra mürəkkəb adların yazılış qaydasını da keçmişik. İndi yenə təkrarlayarıq. Yəni üslub dərsimiz qalıb böyük dərs kimi. Üslub da çox balacadır. Lap onu sabahdan, sabaha mütləq dərs almışam. İnşallah keçəcəm. Demək, ədəbi dil dərsimiz qalıb. Ədəbi dilin normaları. Bir də vasitəsi, vasitəli və fonetika. Üç böyük mövzumuz qalıb. Demək olar ki, o bir həftəyə filan avqustun sonuna, yəni bütün mövzularımızı bitiririk. Yəni bəlkə sonundan daha tez bitirərik. İndi belə. Getdik. Müəllim, özürlü sayın, bir söz soruşum. Sabah saat neçədə keçiləcək dərs? Səhər saat 11-də inşallah sabah mütləq. 11-də. Aha, Yəni, çox sağ Allah olun. deyən olsun. Buyurun. İnşallah səhər saat 11-də link atacağım. Qofa getdik. Gəlin demək, başlayırıq nədən? İsmi birləşmənin növlərinə. İkinci hissə, yəni ona görə göstərdim ki, bunu. İkinci hissə birinci hissədən daha zövqsəli. Hətta əlavə bazar günlərinə də dərs alsam, ümumiyyətlə tez qutararıq yəni. Gələn həftəyə hətta qutara da bilərik, belə deyim də. Əlavə dərslər
araya salsam. Demək, birinci başlayırıq nədən? Birləşmənin növündən. Demək, ümumiyyətlə sintaksis nədən bəhs edir? Söz, söz birləşməsi və cümlədən bəhs edən dilçiliyin bölməsinə nə deyilir? Sintaksis deyilir. Birinci söz birləşmələrindən başlayaq. Söz birləşmələri lazımdır. Çünki bizə əsas burada lazım olan şey odur. Söz birləşmələri tərifi budur. Məncə hamımız bilirik. Belədir də, iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsinə söz birləşməsi deyilir. Burada kilit nöqtə budur. İki və daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsinə. Amma hər iki dənə yan-yana gələn sözə təbii ki, söz birləşmələri nədir demirik. Söz birləşməsinin yaranması üçün orada ən azı iki əsas hissəsi olmalıdır. Məsələn, evə doğru. Bax, söz birləşməsi deyil. Niyə? Ev isimdir, doğru qoşmadır. Biri əsasdır, biri köməkçidir. Buna söz birləşməsi demək olmaz. Sonra deyirsən ki, məsələn, sənin üçün söz birləşməsi deyil, biri əsaslı, biri köməkçi. Bizdən əvvəl söz birləşməsi deyil, çünki biri əsaslı, biri köməkçi. Söz birləşməsinin yaranması üçün orada ən azı iki əsaslı hissəsi olmalıdır, ən azı. Məsələn, evə tərəf yol. Tərəf qoşmadır. Amma evlə yol nədir? İsimdir. İki əsaslı hissəsi varmı? Var. Demək, cavabı tapdım. Sonra həyatın mənası söz birləşməsidir. Çünki iki sözün birləşməsindən yaranır. Qızıl saat söz birləşməsidir. İki sözün birləşməsindən yaranır. Həyat yolu. İki əsas nitq hissəsi varsa, oranı sən yarat. Belədir. İndi gəldik nəyə? Söz birləşməsini tapdım. Söz birləşmələrində iki tərəf var. Aslı tərəf, bir də olacaq əsas tərəf. Söz birləşmələrində neçə tərəf var? İki. Aslı, bir də olacaq əsas tərəf. Aslı birinci tərəfdir. Aslı tərəfə deyirik nə? Tabe olan tərəf. İkinci tərəf isə nədir? Əsasdır. Əsası isə deyirik nə? Tabe edən tərəf nə edirik? Deyirik. Aslı birincidir, əsas ikincidir. Məsələn, deyirsən ki, həyatın mənası. Həyatın aslıdır, mənası isə nədir? Əsasdır. Qızıl saat. Qızıl aslıdır, saat isə nədir? Əsasdır. Sonra əsas tərəfin, yəni ikinci tərəfin ifadə vasitəsinə görə söz birləşmələri iki yerə bölünür. Ümumiyyətcə, belə deyim də, birləşmənin ismi və ya feili olduğuna ikinci tərəf qərar verir. Demək, birləşmənin ismi və ya feili olduğuna ikinci tərəf, yəni əsas tərəf nə edir? Qərar verir. Əsas tərəfin ifadə vasitəsinə görə söz birləşmələri bölünür iki yerə. Aslı tərəf, bir də olur əsas tərəf. Əgər əsas tərəf, yəni ikinci tərəf, isim, sifət, say, əvəzlik, zərflə ifadə olunubsa, o olacaq ismi birləşmə. Məsələn, cəsarətli addım. İsmi birləşmədir. Niyə? Çünki əsas tərəf isimdir. Evin yolu. İsmi birləşmədir. Çünki əsas tərəf nədir? İsimdir. Sonra, məsələn, evin yuxarısı. İsmi birləşmədir. Çünki əsas tərəf nədir? Zərfdir. Bizim hamımız. İsmi birləşmədir. Çünki əsas tərəf nədir? Əvəzlikdir. Qızların beşi. İsmi birləşmədir. Çünki əsas tərəf nədir? Saydır. Demək, əsas tərəf isim, sifət, say, əvəzli, zərfli ifadə olunursa, olacaq nə? İsmi birləşmə. Gəldi feili birləşməyə. Feili birləşməni isə əsas, yəni ikinci tərəfi isə məsdər, feili sifət və feili bağlama ilə ifadə olunur. İndi sizə belə bir şey deyim. Məncə orta məktəbdən çoxumuzun yadında qalar. Demək, ismi birləşmələrdə öz növbəsində bölünür üç yerə. Birinci növ təyini söz birləşməsi, ikinci növ təyini söz birləşməsi, bir də olacaq nə? Üçüncü növ təyini söz birləşməsi. Birinci növ, ikinci növ, bir də üçüncü növ. Birinci növ necə olur? Birinci növ, yəni tərifi belədir də, 1T0 plus 2T0. Yəni o deməkdir ki, birinci tərəfin, birinci növün söz tərəflərin arasında şəkilçi olmur. Məsələn, qızıl saat birinci növdür. Qızılda da şəkilçi yoxdur, saatda da.
Dəmir yumruq birinci növdür. Çünki tərəfləri arasında şəkilçi yoxdur. Yuxarı mərtəbə birinci növdür. Tərəfləri arasında şəkilçi yoxdur. Gəldi ikinci növə. İkinci növün isə tərifi budur. 1T0 plus 2TM. 1T0 nədir? Yəni birinci tərəfdə heç bir şəkilçi yoxdur. 2TM nədir? İkinci tərəfdə isə üçüncü şəxsin təkini mənsubiyyəti oladır. Məsələn, su səsi. Su heç bir şəkilçi yoxdur. Qeyri-müəyyən, yəni yaldır. Səsindəki i nədir? Üçüncü şəxsin təkinin mənsubiyyətidir. Həyat eşqi. Həyatda heç bir şəkilçi yoxdur. Eşqindəki i nədir? Üçüncü şəxsin təkinin mənsubiyyəti. Payız meyvəsi. Payızda heç bir şəkilçi yoxdur. Meyvəsindəki i nədir? Üçüncü şəxsin təkinin mənsubiyyəti. Sənət əsəri. Belə. İkinci növ oldu belə. Gəldik nəyə? Üçüncü növ. Üçüncü növ təyinli söz birləşməsini isə birinci tərəfi olur yəli-yal, ikinci tərəfi isə olur nə? Mənsubiyyət. Üçüncü növ təyinli söz birləşməsinin hər iki tərəfində şəkilçi olur. Birinci tərəfində yəli-yal olur, ikinci tərəfində mənsubiyyət. Məsələn, deyirsən ki, suyun səsi. Üçüncü növdür də, düzdürmü? Suyundakı un nədir? Yəli, səsindəki i nədir? Mənsubiyyət. Dağın havası, dağındakı ın yəlikdir, havasındakı ı nədir? Mənsubiyyətdir. Şəhərin küçələri, şəhərindəki in yəlikdir, küçələrindəki i isə mənsubiyyətdir. Binanın mərtəbəsi, binanındakı ın yəlikdir, mərtəbəsindəki i nədir? Mənsubiyyətdir. Bir də, bax, elə bir ismi birləşmə növləri belə gedir də, azdan çoxa doğru. Yəni, birinci növ necə getdi? Heç bir tərəfində şəkilçi yoxdur. İkinci növ necə oldu? İkinci tərəfində üçüncü şəxsin təkinin mənsubiyyəti oldu, su səsi. Üçüncü növün isə hər iki tərəfində şəkilçi var. Birinci tərəfində yəlik var, ikinci tərəfində isə nə var? Mənsubiyyət. Bir də ikinci növ təyinli söz birləşməsi, elə bilin ki, qeyri-müəyyən yəli-yaldır. Üçüncü növ təyinli söz birləşməsi isə müəyyənlik bildirən yəli-yaldır. Belə. Gəldik fe'li birləşmələrə. Dedik, fe'li birləşməsi üç növü var. Məsdər, əsas tərəf, yəni ikinci tərəf nə ilə ifadə olunur? Məsdər, fe'li sifət və fe'li bağlama ilə ifadə olunur. Fe'li birləşmənin əsas tərəfi, məsdər, fe'li sifət və fe'li bağlama ilə ifadə olunur. Məsələn, vətəni sevmək fe'li birləşmədir. Niyə? Çünki əsas tərəf məsdərdir. Vətəni sevən, əsas tərəf nədir? Fe'li sifətdir, an, ən. Demək, bu nədir? Fe'li birləşmədir. Vətəni sevəndə, əsas tərəf nədir? Anda, əndə, fe'li bağlama. Demək, bu nədir? Fe'li birləşmədir. Dərsləri oxuyarkən, əsas tərəf nədir? Arkan, ərkən, fe'li bağlama. Demək, bu nədir? Fe'li birləşmədir. Dərsi oxuyanda, yəni əsas tərəf nədir? Anda, əndə, fe'li bağlama. Bu da fe'li birləşmədir. Ümumiyyətcə, onu bilin ki, birləşmənin ismi və ya fe'li olduğuna əsas, yəni ikinci tərəf nə edir? Qərar verir. Belə. Bir də buradan bir məsələni də deyim. Etmək, eləmək, olmaq sözləri ilə birləşmə yaranmaz. Əgər söz birləşməsi iki sözdən ibarətdirsə, iki sözdən biri etmək, eləmək, olmaqdırsa, onu söz birləşməsi demək olmaz. Məsələn, anadan olmaq söz birləşməsi deyil. Niyə? Çünki iki sözdən biri olmaqdır. Misal etmək, iki sözdən biri etməkdir. Söz birləşməsi deyil. Həll etmək söz birləşməsi deyil. Amma bunların yanına hər hansısa bir başqa bir söz də qoysa, onu birləşmə saymaq olar. Baxın, həll etmək söz birləşməsi deyil. Amma misalı həll etməyi söz birləşməsi demək olar. Anadan olmaq söz birləşməsi deyil, amma Bakıdan anadan olmaq söz birləşməsi demək olar. Sonra məsələn, idman etmək söz birləşməsi deyil, amma idmanı yaxşı etmək söz birləşməsi demək olur. Belə, bu da oldu bizim birləşmənin növləri. Testlərinə baxacağıq. Keçdik nəyə? Bu da rahat bir mövzudur. Testlərə düşür. Məqsəd və intonasiyaya görə cümlənin növləri. Ümumiyyətcə,
Məqsəd nədir? İntonasiya nədir? Burada əsas, yəni məntiq nədir? Ona baxaq. Bax, biz cümlələr qururuq da, düzdürmü? Qurduğumuz cümlələrdə məqsəd əsasdır. Yəni hər bir cümləni biz müəyyən məqsədlə işlədirik də, düzdürmü? Yəni havaya danışmırıq ki biz. Elə boşu-boşuna danışmırıq ki. Cümlələri müəyyən bir məqsədlə deyirik. Bu məqsədləri çatdırmaqda intonasiya mühüm rol oynayır. Bax, bəzən kimsə deyir, o məndən deyir, elə istəksiz danışdı ki, əslində qalsa dilində başqa şey deyir, amma intonasiyası başqa şey deyir. Olur da belə şey, düzdürmü? Demək, məqsəd əsasdır, intonasiya isə o məqsədi çatdırmaqda nədir? Vasitə rolunu oynayır. Məqsəd əsasdır, əsas deyəcəyim cümlədir, fikirdir. Amma intonasiya da mühüm rol oynayır da. Bəzən deyirsən ki, sevindirici bir xəbər deyirsən, amma intonasiyanda o sevindiricilik yoxdur. İnsan çaşbaş qalır da, düzdür. Demək, məqsəd və intonasiyaya görə cümlənin 4 növü var. Bunlar hansılardır? Nəqli cümlə, sual cümləsi, əmr, bir də nida. Nəqli, sual, əmr, bir də olacaq nə? Nida cümləsi. Nəqli cümlə nədir? Nəqli cümlə əşya, hadisə haqqında məlumat vermək məqsədi ilə işlədilir. Nəqli cümlənin sonunda nə qoyulur? Təbii ki, nöqtə qoyulur. Nəqli cümlənin sonunda nöqtə qoyulur. Nəqli cümlə məlumat vermək məqsədi ilə nə edir? İşlədilir. Əşya, hadisə, əlamət haqqında məlumat vermək. Məsələn, bu gün hava isti keçdi. İndi avqust ayıdır. Havalar sərin keçir. Neyinirsə məlumat verirsən. Cümlənin sonunda da mütləq nə qoyulmalıdır? Nöqtə işarəsi qoyulmalıdır. İndi nəqli ilə bərabər əmri də izah edirəm. İndi nəqli cümlənin sonunda nöqtə qoyulur. Bildin. Elə əmr cümləsinin sonunda da nöqtə qoyulur. Ortaya sual çıxır ki, həm nəqli cümlənin, həm də əmr cümləsinin sonunda nöqtə qoyulursa, bəs biz nəqli ilə əmr cümləsini necə ayıraq? Çünki ikisinin də sonunda nə qoyulur? Nöqtə işarəsi qoyulur da, düzdürmü? İlk ki, nəqli cümlə nə bildirir? Məlumat vermək məqsədini daşıyır. Əmr cümləsi isə əmr, xahiş, istək, məsləhət, təklif, öyüd və s. bildirən cümlələr isə nə deyilir? Əmr cümləsi deyilir. Demək, əmrlə nəqlinin fərqini bir belə ayıra bilərik. Demək, nəqli cümlə məlumat verməklə istənilir. Əmr cümləsi isə dedi, əmr, xahiş, istək, məsləhət, təklif, nəsihət bir çox mənalardır. İkinci fərq nədir? İkinci fərq isə odur ki, əmr cümləsinin xəbəri yalnızca feilin əmr şəklində olur. Əmr cümləsinin xəbəri yalnızca feilin əmr şəklində olur. Nəqli cümlənin xəbəri isə feilin əmr şəklindən başqa bütün şəkillərdə ola bilir. Əmr cümləsinin xəbəri yalnızca feilin əmr şəklində olur. Nəqli cümlənin xəbəri isə əmrdən başqa nə edir? Bütün şəkillərdə ola bilir. Məsələn, qoy tez gəlsin. Cümlənin sonunda nöqtə varsa, ya zaten əmrdir, ya nəqlidir. İndi bax, gəlsin. Gəlsin üçüncü şəxsin təkinin nə idi? Əmridir. Şəxs şəkilçisidir, düzdürmü? Demək, bu cümlə nədir? Olacaq əmr cümləsi. Ki, cavab ver. Ver nədir? İkinci şəxsin təkinin nə idi? Əmridir. Demək, bu nədir? Əmr cümləsidir. Bunu heç kimə demə, ha, demə. Demə nədir? İkinci şəxsin təkində işləmir, düzdürmü? Əmr cümləsidir. Əmr şəklindədir də. Əmr cümləsinin xəbəri yalnızca feilin nəyində olmalıdır? Əmr şəklində olmalıdır. Belə. Demək, düzünü de. Cümlənin sonunda nöqtə var. De də nədir? İkinci şəxsin təkinin nə idi? Əmridir. Demək, əmr və nəqli cümləni necə ayırırıq? Cümlənin sonunda nöqtə olmalıdır. Hər ikisində. Əmr cümləsinin xəbəri yalnızca feilin əmr şəklində olur. Nəqli cümlənin xəbəri isə əmrdən başqa digər şəkillərdə nə edir? Ola bilir. Belə. Gəldik sual cümləsinə. Sual cümləsinin sonunda sual qoyulur. Bu öz yerində. Sual cümləsi sual vermək, məlumat almaq,
Məlumatı dəqiqləşdirmək üçün işlədilən cümlələrə nə deyirlər? Təbii ki, sual cümlələri deyilir. Sual cümlələri üç üsulla yaranır. Sual əvəzli ilə yaranır. Sual ədatı ilə yaranır. Bir də yaranır nə ilə? Sual intonasiyası ilə. Sual əvəzliyi, sual ədatı, bir də olacaq sual intonasiyası. Sual əvəzi ilə yaranan sual cümlələrinə baxaq. Azərbaycan nə zaman müstəqillik qazanmışdı? Bax, buradakı nə zaman nədir? Sual əvəzliyi. Cümlədə sual əvəzliyi varsa, demək o əvəzliklə yaranıb da. Ədəbiyyatımızda dramaturgiyanın əsasını kim qoyub? Kim burada nədir? Sual əvəzliyidir. Hansı tarixi şəxsiyyətləri tanıyırsınız? Hansısa burada nədir? Sual əvəzliyi. Bir də onda deyim ki, sual əvəzliyi ilə olan cümlələrə əvəzliyin tələb etdiyi cavabı verirsən. Yəni Azərbaycan nə zaman müstəqillik qazanıb? Deyirsən ki, nə zaman? Məsələn, 1918-ci ildə. Dramaturgiyanın əsasını kim qoyub? Kim? Deyirsən ki, Mirzə Fətəli Axundzadə. Yəni belə deyim də, sual əvəzi ilə yaranan cümlələrə əvəzliyin tələb etdiyi cavabı verir. Kim qoyub? Deyirsən kim? Mirzə Fətəli Axundzadə. Belə. Sonra bir də var nə? Sual ədatları ilə yaranan sual cümlələri. Sual ədatları hansılardır? Bəs, məgər, yəni, mı, mi, mu, mü. Sual ədatları bəs, məgər, yəni, mı, mi, mu, mü. Sual ədatlarını biləndən sonra problem yoxdur. Məsələn, evə gəlirsən mi. Burada mi nədir? Sual ədatı. Bəs bunu bilmirsən. Bəs burada nədir? Sual ədatı. Məgər xəbərin yoxdur. Məgər burada nədir? Sual ədatı. Sonra, yəni bunu öyrənmək belə çətindir. Yəni burada nədir? Sual ədatı. Məgər bu torpaq babalardan yadigar deyilmi? Məgər burada nədir? Olacaq nə? Sual ədatı funksiyasına çıxış edəcək. Sonra bir də var, yalnız sual intonasiyası ilə yaranan sual cümləsi. Sual intonasiyası ilə yaranan sual cümləndə cümlələr belə biraz uzun tələffüz olunur da. Xəmsəyə daxil olan poemaların adlarını bilirsən? Yemək yeyirsən, dərs oxuyursan, sabah yola düşürük, siz gedəcəksiniz. Belə. Bir də nə deyim? Var kompleks sual cümlələri. Kompleks sual cümlələri nədir? Yəni orada sual əvəzliyi də olur, sual ədatı da olur, sual intonasiyası da olur. Kompleks sual cümlələrində sual əvəzliyi də olur, sual ədatı da olur, sual intonasiyası da neyinir? Olur. Buna deyilir kompleks sual cümlələr. İkisi də olur yəni. Bir də sual ədatı ilə yaranan cümlələrə də hə, yox, bəli, heç ədatları ilə neyinirik? Cavab veririk. Dərsini oxuyursanmı? Bəli. Yemək yeyirsənmi? Xeyr. Bəs bundan xəbərin yoxdur? Hə. Yox, məsələn. Belə bir cavablar neyinirik? Verə bilirik. Belə. Gəldik nida cümlələrinə. Nida cümləsinin sonunda mütləq dərəcədə nida işarəsi qoyulmalıdır. Bununla bir işimiz yoxdur. Nida cümləsinin sonunda mütləq dərəcədə nə olmalıdır? Nida işarəsi qoyulmalıdır. Nida cümləsi nədir? Yüksək, hiss və həyəcanla deyilən cümlələrə nida cümlələri deyilir. Yüksək hiss və həyəcanla deyilən cümlələrə nida cümlələri deyilir. Nida cümləsi iki yolla yaranır dedik ki, yalnız intonasiya ilə yaranan nida cümlələri, bir də köməksiz hissəsi kimi nidaların köməyi ilə yaranır. Məsələn, bura vətəndir. Bax, burada intonasiya ilə yarandı da. Qarabağ Azərbaycandır. İntonasiya ilə yarandı da, düzdürmü? Sonra qoy gözəl vətənin torpaqları azad olsun. İntonasiya var da, düzdürmü? Bir də var, nidaların köməyi ilə. Yəni orada nə olur? Köməksin hissəsi kimi nida olur. Məsələn, ax necə kef çəkməli əyyam idi. Burada ax nədir? Bax, nidaların köməyi ilə yaranıb da, düzdürmü? Qorxdum, ay aman, yarıldı bağrım. Burada ay aman nədir? Nidadır da. Bir də sizə belə bir şey də deyim ha, onu da deyək. Əgər, məsələn, qorxdum, ay aman, yarıldı bağrım. Düzdürmü? Cümlənin sonunda nöqtə varsa, bu artıq nəqli cümlədir ha. Nida cümləsini bunu götürə bilməzsən. Burada da diqqətli olun. Nida cümləsinin sonunda mütləq nida olmalıdır. Əgər cümlənin sonunda nida işarəsi yoxdursa, həmin cümləyə nida cümləsi deyə bilmərik.
Mütləq dərəcədə orada nida işarəsi nə etməlidir? Olmalıdır. Belə. Rahat dərslərdir. İndi hamısının testlərinə bir-bir baxacağıq. Testləri də azdır. Gəldik nəyə? Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər. Bu nə deməkdir? Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər deyəndə nəyi nəzərdə tutur? Xitab və ara sözlər. Ümumiyyətcə, qrammatik cəhətdən cümlə üzvü ilə bağlı olmamaq nə deməkdir? Yəni, cümlə üzvü ola bilmir. O deməkdir. Cümlə üzvü ola bilmir. Məna cəhətdən əlaqələnir. Amma qrammatik cəhətdən əlaqələnə bilmir. Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər də hansılardır? Xitab, bir də ara sözlər. Xitab nədir? Xitab cümlədə müraciət olunan, şəxsi və ya əşyanı bildirən sözlərə nə deyilir? Xitab deyilir. Xitab müraciət bildirir. Adlı kallı isim və ismi birləşmələrlə ifadə olunur. Xitab cümlənin əvvəlində gəlirsə özündən sonra, ortada gəlirsə hər iki tərəfdən, sonda gəlirsə nə olur? Özündən əvvəl vergül işarəsi qoyulur. Xitab cümlənin əvvəlində gəlirsə özündən sonra, ortada gəlirsə hər iki tərəfdən, sonda gəlirsə özündən əvvəl. Məsələn, həyat, sən nə qəribəsən? Bax, burada həyat nədir? Xitabdır. Cümlənin əvvəlində gəldiyi üçün nə olacaq? Özündən sonra vergül qoyulacaq. Söylə, odlar yurdu, niyə çatılıb qaşın? Bax, burada odlar yurdu nədir? Xitabdır. Cümlənin ortasında gəldiyi üçün hər iki tərəfdən vergül qoyulacaq. Qosaqlar, sözüm sizədir. Bax, burada qosaqlar nədir? Xitabdır. Cümlənin əvvəlində gəldiyi üçün nə olacaq? Özündən sonra vergül işarəsi qoyulacaq. Xitablar canlıya, cansıza, mücərrəd varlıqlara da aid etmək olar. Yəni, məsələn, deyirsən ki, dağlar məni dinlə. Neynədin? Cansıza aid elədin də, düzdürmü? Yəni, onun fərqi yoxdur. Sonra getdik nəyə? Xitablar quruluşuna görə sadə və mürəkkəb olur. Bunu cümlə üzvlərində də deyəcəm. Nitq hissələri ilə ifadə olunan xitablar necədir? Sadədir. Bir daha deyirəm. Nitq hissələri ilə ifadə olunan xitablar sadə xitablardır. Məsələn, deyirsən ki, ey insanlar, sülhə gəlin. Bu sadə xitabdır. Niyə? Çünki ey insanlar burada nədir? Bir sözlə ifadə olunub da isimlə. Ey nidadır, insanlarda isimdir. Sadə xitabdır. Vətən oğlu, bu torpaq sənə güvənir. Burada vətən oğlu nədir? Mürəkkəb xitabdır. Niyə? Çünki söz birləşməsi ilə ifadə olunur. İkinci növ təyinli söz birləşməsi ilə. Odlar yurdu, məni dinlə. Mürəkkəb xitabdır. Niyə? Çünki söz birləşməsi ilə ifadə olunur. Arxada dayananlar. Bura baxın. Burada arxada dayananlar nədir? Fe'li sifət tərkibli ifadə olunubmu? Ona görə bu nədir? Mürəkkəb xitabdır. Yəni, söz birləşməsi ilə ifadə olunubsa mürəkkəb xitabdır. Bir sözdən ifadə olunubsa, belə deyim də, nitq hissələrlə ifadə olunubsa, bu nədir? Olacaq sadə xitab. Sonra xitab məsələsində dedik, yəni cümlə üzvlərinə nə ilə ayrılır? Vergül ayrılır. Gəldik ara sözlərə. Ara sözlər nədir bəs? Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirən sözlərə nə deyilir? Ara sözlər deyilir. Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibətini bildirir. Ara sözlər də cümlə üzvlərindən vergülla ayrılır. Yəni, ara sözlər cümlənin əvvəlində gələndə özündən sonra, ortada gələndə hər iki tərəfdən, sonda gələndə isə nə olurdu? Özündən əvvəl vergül işarəsi qoyulmalı idi. Yəni, eyni ilə xitabdakı məsələdir. Bir də burada nə deyir? Ara sözlər üç formada olur. Söz, söz birləşməsi, bir də cümlə şəklində olur. Söz şəklində olanlar bunlardır. Bəlkə, əlbəttə, doğrusu, düzü, həqiqətən, sözsüz, şübhəsiz, şəksiz. Bu sadə xitabdır. Söz birləşməsi şəklində olanlar. Sözün düzü, yəni iki sözdən ibarət olur. Mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə. Bunlar isə necədir? Söz birləşməsi formasında olan xitablardır. Bir də var cümlə şəklində olan xitablar. Görünür, ır, ir, ur, ür, bir də dırdır şəkilçisi olur.
görünür, düzdür, doğrudur. Ola bilsin ki, demək olar ki, necə deyərlər, elə bilirəm, qəribədir. Bax, buna da nədir? Cümlə formasında olan ara sözlər sayılır. Belə. İndi sizə bir şey deyim. Baxın, danışanın ifadə etdiyi fikrə münasibət bildirmək, düzdürmü? Bu ara sözlərdə də var, modal sözlərdə də var. Ara sözlər də vergüllə ayrılır, modal sözlərlə. Modal sözlərlə ara sözlərin mənaca növləri də eynidir. Fərq nədir? Modal sözlər yalnızca söz formasında olur. Ara sözlər isə söz birləşməsi və cümlə şəklində neyinir olur. Bəs necə ayırır? Baxın, ara sözlər sintaksisdə öyrənilir. Ara sözlər sintaksisdə öyrənilir. Modal sözlər isə morfologiyada öyrənilir. Ara sözlər yalnız söz birləşməsi cümlə şəklində olur. Modal sözlər isə yalnızca söz formasında neyinir? İfadə olunur. Ara sözlər sintaksini öyrəndiyi bir məsələdir. Modal sözlər isə köməkçilik hissəsidir. Morfologiyanı öyrəndiyi nədir? Hissələrdən biri sayılır. Belə. Bu da oldu bizim kitab və ara sözlərimiz. Gəlin ara sözlərin mənaca növlərinə də baxaq. Bax, yəqinlik bildirənlər. Yəqinliyin digər adı nədir? Təsdiq. Əlbəttə, sözsüz, şübhəsiz, şəksiz, düzü, doğrudan da, düzdür, həqiqətən də. Güman şübhə bildirənlər. Bəlkə də, deyəsən, güman ki, olmaya, olsun ki, görəsən, ehtimal ki, yəqin ki, güman ki. Fikir mənbəyini bildirənlər. Məncə, sizcə, mənə görə, mən bilən, sən bilən, mənim fikrimcə, atalar demişkən, eşitdiyimə görə, təəssüf bildirənlər. Heyif ki, əfsus ki, təəssüf ki, bənzətmə və müqayisə bildirənlər. Sanki, elə bil ki, güya. Bir də orada bunu da deyim. Necə ki, sanki, elə bil, güya ki, modal sözlərdə vergül istəmirdirsə, bax, eyni ilə burada da neyiniyir? Vergül tələb etməyəcək. Belə, bitdi. İndi gəlin bunların testlərinə baxaq. Saniyə. Və birinci söz birləşmələrindən gəlin başlayaq. 8. Neydən başlayırıq? Demək, günün ismi birləşmədən baxaq. Fe'li birləşmədən. İsmi birləşmə. İsmi birləşmə. Demək, günün ismi birləşmədə. 3-ə baxaq. Aha, üçüncüyə. Birində aslı tərəf sifətli ifadə olunub. Kitabın üzü köçürmək, sualın cavabı yoxdur, mahnını bəstələmək, çiskinli hava. Ay, sağ ol. Birinci tərəf nədir? Sifətdir. Düzdür, Sifətdir. günün, bəli. 4-ə baxaq. Bəli. Üzr istəyirəm, bir sual vermək Mhm. istəyirəm. Mən bunun həmişə çətinlik çəkirəm bu asılı tərəflə əsas tərəfdədir. Bunların yeri dəyişir, yoxsa elə həmişə birinci Yox, məsələn. bax, qoy bir şey deyim də. Yeri dəyişmir. Xeyr. Həmişə, daima, heç vaxt söz birləşmələrində birinci tərəf aslıdır, ikinci tərəf əsasdır. Bu heç vaxt dəyişilən bir söz deyil, söz birləşmədə. O qarışdırdığın nə danışan? Sintaktik əlaqənin növləri var. Uzlaşma, idarə, yanaşma əlaqəsi. Orada bir dənə uzlaşma əlaqəsində birinci əsas tərəf olur, ikinci aslı. Bir dənə uzlaşma əlaqəsində. Söz birləşməsində amma xeyr. Həmişə söz birləşməsində birinci tərəf aslıdır, ikinci tərəf əsasdır. Yəni bu dəyişilə bilən bir şey deyil. Sadəcə olaraq bir dənə orada dəyişilə bilən məsələ uzlaşma əlaqəsindədir. Uzlaşmada o dəyişir. Məsələn, mən getdim. Mübtəda ilə xəbər arasında mən əsasdır, getdim aslıdır. Birinci tərəf əsasdır, ikinci tərəf aslıdır. Bu ancaq orada ola bilər yəni. Aydındır Burada mənim. B-də yox, dəyişmir. Aha, elə Ayşə, sənlə gedək. 5-ə baxaq burdan. 5 tərəfləri düzəltmə sözdən ibarət olan söz birləşmələri. Uşaqlıq yoldaşı. Elə uşaqlıq yoldaşı olar da. Bəli, hər iki tərəfi düzəltməlidir, düzdür.
Sarvan 17-yə baxaq. Bəli müəllim. Hansı birləşmələrdə asılı tərəf ismlə ifadə olunub? Hı. Aslı haraydı? Birinci tərəf. Birinci tərəf. E, Xampərinin hekayəsi. Burada Xampərinin kimin sualına cavab verirsə bu da Bəli, sayılır yoxsa? düzdür. Xampəri isimdir də, düzdür. Hə, Xampəri. Rəssamlığı xoşlamaq, rəssamlıq. Nə rəssamlıq? Düz. Aha. E, Bərkdən dartmaq. Bərkdən bu sifətdir. Zəf. Zərfdir, hə, bu zərfdir. 4. İşdən qayıtmaq. İşdən haradan? İşdən. Ayşə. 1, 2, 4 C variantı. Ayşə. Bəli, Sarvan, düzdür. Bəli. Nigarla davam edirik. Nigar 18-ə baxaq. Axşamınız xeyir müəllimə. Axşam xeyir olsun Nigar. Sifət olan ismi birləşməni müəyyən edin. Asıl tərəfi mürəkkəb sifət olan. İnkarası, müqaviləsi. Arası, çox mərtəbəli bina. 1, 3. Düz bucaqlı çəkəndə. 1, 3. 1, 3, 4. Bugün. Ayşə. Düz. Ölçülər arası çox mərtəbəli bugünkü. Düzdür, bəli. Düzdür. Davam edək. Bir saniyə, kimlə davam edirik? Fidan. Fidan 20-ci testə baxaq burada. Axşamınız xeyir müəllim. Axşamınız xeyir olsun. Aslı tərəfi məstər olan söz birləşmələrini müəyyən edin. Dərsi oxumaq, gülləri sulamaq. Onun oxumağı, mənim yaşamağım, oxumaq arzusu. A variantı. Bəli. Aslı tərəf haradır? Yox, aslı tərəf bu. Birinci tərəf. Aslı birinci tərəfdir. D variantı. Oxumağın faydası, yaşamağın mənası. Bəli. Düzdür Fidan, bəli. Gəlin fe'li birləşməyə keçək. İsmində elə bir şey yoxdur. Qardaşxanla davam edirik. Demək, qardaşxan fe'li birləşmədən. Bütə baxaq. Bütə. Asılı tərəfi fe'lə bağlama olan. Nazlanan nazlana gəzmək. B variantı. Ay sağ ol. Fe'li bağlama şəkilçisi bilirsənsə cavab da bilirsən düz. Mehriban 4-ə baxaq. Fe'li birləşməni müəyyən edin. Dairəvi meydan, tarixi şəxsiyyət, kütləvi hərəkət, elmi əsər, rəqsi bitirmək. Rəqsi bitirmək. Ay sağ ol. Düzdür, bəli, düzdür. Getdik. Niyə rəqsi bitirmək oldu? Çünki əsas tərəf axı məzdərdir, bitirməkdir də. Bildim mən. Dairəvi meydan. Əsas tərəf isimdir. Elmi əsər. Əsas tərəf əsər isimdir. Başa Tarixi düşdüm. şəxsiyyət ona görə. Əsas ikinci tərəfə baxaq. Mən birinci tərəfə baxdım ona görə. İkinci. Mehriban. Mehriban Musayevə. Mehriban 7-yə baxaq. Mehriban baxdı. Müəllimə, birləşmə deyəndə ikinci tərəfə baxırıq da. Məsələn, fe'li birləşmə deyəndə ikinci tərəfdə axtarırıq. İsmi də fe'lidir. İkinci tərəfə baxsınız. İkisində də. İsimdə də ikinci tərəfdə isim olmalıdır. Təkcə isim yox. İsim, sifət, say, əvəzlik, zərf. İsmi birləşmə olanda. Bəli, bəli. İsmi birləşmə olanda ikinci tərəf. Təkcə isim yox. İsim, sifət, say, əvəzlik, zərf olmalıdır. Amma fe'li birləşmədə fe'lin təsriflənməyən formaları. Bəli, ancaq onunla. Təsriflənən ola bilməz. Bəli. Mehriban 7-yə baxaq. 7-də B. Ay, sağ ol. Bax, uşaq kömək etmək. Etmək, eləmək. Etmək, eləmək.
Hə. Bəli. A belə getdi. Yaza bilmək. Yaza bilmək mürəkkəb feildir. Birinci tərəf Aə, ikinci tərəf bilmək olanda olur mürəkkəb feil. C belə getdi. D, N, Y mürəkkəb feildir onlarda. Oturub durmaq, düşünüb daşınmaq, ıb maqul feillərdə bunlar da mürəkkəbdir. Bir dənə yerdə qaldı nə? B. Şəhərdə yaşamaq. Çünki əsas tərəf nədir? Yaşamaq. Maqməkdir. Məstərdir də, ona görə feili birləşmədir. Bəli. Davam edirik. Rüfanə ilə. Bura baxın. Rüfanə 11-ə baxaq. Fe'li birleşme hansıdır? Böyüye hürmet etmek, Ay, sağ ol. Bax, məşğul olmaq. Olmağa görə olmaz. Kömək etmək olmaz. Qohum olmaq olmaz. Kömək etmək arzusu. Əsas tərəf isimdir. Olmaz. İsmi birləşmədə. Amma böyüyə hörmət etmək bəli. Düzdür. Bax, hörmət etmək söz birləşməsi deyil, amma yanına böyük sözünü də qoyanda olur. Düzdür, bəli. Davam eləyək burada. Ziya ilə davam eləyirik. Demək, bir saniyə burada. Bu lazım deyil. 22-yə baxaq Ziya. Hansı fe'l birleşmenin tabi tərəfi adlı halda olan isimlə ifadə olunmuşdur? Hı. Gözlər yaşaranda, deməli, onun gözləri yaşaranda, yəni ki, ağladacaq. Bəli, düzdür. Hı. Gözləri yaşaranda onun gözləri. Oradakı Müəllim, orada niyə dağ çapan olmadı? dağı çapan. O qeyri-müəyyən təsirli halda axı. Ha. Qeyri-müəyyən təsirli halda. Müəllim, bəs onda belə bir şey soruşum. Biz bu söz birləşmələrinin şeyini keçdik müəllim. Birinci şeydə, ikinci, üçüncü təyini İsmi söz birləşmələr. birləşmələrində. Orada bəs cümlənin birinci hissəsi qeyri-müəyyən yəli hal olanda sayılmır da axı. Belə deyim, yəni şəkilçini beynimizdən əlavə edib onu üçüncü növ təyini söz birləşməsi kimi görə bilmirdik. İkinci növ təyini söz birləşməsi kimi görürdük. Aha, hə. Yo. Beyin qarışdırır. Söz birləşmələrində özündən artırmağa ehtiyac yoxdur. Əlindəki nədirsə ona baxırsan. Su səsi ikinci növdür, suyun səsi üçüncü növdür. Onu eləməyə ehtiyac yoxdur. Hə, Əgər amma su burada ehtiyat var, elə başa düşdüm. burada var, çünki bu qeyri-müəyyən təsirlikdə axı bunu eləyirsən. Çünki Aha. bəs bax, bir dənə halları yadında saxla. Biz Yox, halları qeyri-müəyyən bildim. təsirli Sadəcə yalı o iki kəlməni qarışdırır ki, orada məsələn qeyri-müəyyənlikdə özümüzdən şəkilçi artırmırıq, yəni. Amma burada artırdıq, dağı çapan dedik. hə, çünki qeyri-müəyyən təsirli Amma yalı bu belə indi tapılır. belə baxanda bu ikinci növ ikinci növ təyin söz birləşməsi gedirdi, elə deyil? Yo, dağı çapan feili birləşmədir. Əsas tərəf axı feili sifətdir, Ha, çapında. feili birləşmələrə keçərli deyil bu söhbət. Başa düşdüm. Tamam. Bəli. Aydınlaşdı mənim üçün. Tamam. Getdik. İndi bir dənə o tərəfə də baxaq. Məqsəd və intonasiya, sonra xitab arası sözləri. Demək, məqsəd və intonasiya Gülbəniz. Gülbəniz baxmayıb testdə. Demək, Gülbəniz. Burada baxaq. Elə birinci testdə baxaq Gülbəniz. Bir əmr cümləsi. Biri əmr cümləsidir. Yer kimi keçməsin vaxt üstümüzdən. Gör, talih bizi haralara gətirib çıxartdı. Yer kimi keçməsin vaxt üstümüzdən. Bu əmr cümləsi olar da. Sağ ol, düz. Cümlənin sonunda nöqtə varmı? Var. Keçməsində nədir? Üçüncü şəxsin təkinin əmridir. Düz, bəli. Sadəcə bu kriteriya əsas götürülür, düzdür. Bircə saniyə burada oxumayan qaldı mı? Xanım. Xanım, üçə baxaq. Bəli. Hə, üçə. Əmr cümləsini müəyyən edin. Hı. Zamanın dərdini zaman unutmuş. Hı. Yox, bu deyil. Hər şey insana baxsın, insan elə baxmasın. İnsan elə baxmasın. Bu nida cümləsidir də, düzdürmü müəllimə? Bəli. Bu nidadır. İmtahana vaxtında gəlməlisiniz. Bu əmrdir. D variantı. Gəlməlisiniz.
Gəlməlisin. Malı məli feilin vacib şəkildə. Y variantı. Aha, izin ver kolumu salın boynuma. Ay, sağ ol. İzin Cümlənin ver. sonunda nöqtə varmı? Var. Salım da Bəli. nədir? Mən salım. Birinci şəxsin təkinin əmridir. Düz. Bəli, düz. Gəlməlisin daşladın da ona görə bir əmr kimi. Gəlməlisiniz, malı məli vacibdir. Bəs müəllimə D variantındakı cümləni hansına aid eləyirik? İmtahana bax, o nəqlidir. Cümlənin Nəqli. sonunda nöqtə varmı? Var. Malı məlidə nədir? Feilin vacib şəklidir. Ona görə. Dedi ya xəbər, əmr cümləsinin xəbəri necə olmalıdır? Yalnız da feilin əmr şəklində olmalıdır. Amma nəqli cümlənin xəbəri isə əmrdən başqa digər şəkillərdə nə edir? Ola bilər. Nəqli cümlənin xəbəri hamısında ola bilər. Amma əmri cümlənin xəbəri isə yalnız feilin əmr şəklində. Dən başdan gedək. Demək, Ayşən. 4-cü testə baxaq. 4-ə. Nidanın köməyi ilə mənə gəlmiş nida cümləsi hansıdır? Evet. Köməkçilik hissəsi kimi yəni. Ha. Ha, C variantı. Bəli, ah duyan düşünən. Ah orada nədir? Nidat. Nida. Düzdür, bəli. Düzdür. Xanımla davam edirik. Xanım 7-yə baxaq. Bəli. 7. Sual ədatının köməyi ilə yaranmış sual cümləsi hansıdır? Məgər indiyədək heç nə öyrənə bilməmisən? Y variantıdır, düzdürmü? Ay, Məgər. sağ ol. Bəli, düzdür. Bunlar çox asan dərslərdir, yəni. Rahatdır. Diqqətli olsaq. Bəncə ona baxaq. Sual cümlələrindən hansısı sual ədatının köməyi ilə düzəlir? İkinci. C variantı. Ay, sağ ol. Bəli. Doymaq olarmı? Mami orada nədir? Sual ədatıdır. Düzdür, bəli. Düzdür. Davam eləyək. Günellə davam eləyək. Bir saniyə. Günel 15-ə baxaq. Sual cümlələrindən biri həm sual ədatı, həm də sual əvəzi ilə yaranmışdır. Görəsən bizdə tələb olacaqmı? Üstündə gördüyüm bu saat ən böyük həqiqət hansılardır? O şərəfli günlər unudulurmu? Bəs siz necə düşünürsünüz? Saniyə. İkisi də olsun. Elə ona görə çaşıram. Birini tapdım da birini tapa bilmirəm hələ ki. Görəsən bizdə tələbə olacaqmı? Nədir kür üstündə gördüyüm bu saat? Budur. B dəqiq deyil. Ən böyük həqiqət hansılardır? Bu da deyil. O şərəfli günlər unudulurmu? Bu da deyil. Y variantı müəllimə. Ay, sağ ol. Bəs sual ədatıdır. Necə də nədir? Sual əvəzliydir. Düzdür, bəli. Düzdür, buradan. Kitabdan gedək. Sarvan. Demək, Sarvan 39-a baxaq. Kitabda 39. 39 hansı cümlələrdə xitab işlənmişdir? Şuşa qalası, Xan sarayı, Vaqifin evi. Bunlar söz birləşməsidir. Burada Şair nə tez qocaldın sən. Burada şair xitab kimi gedir. 2. Bu ki bizim müəllimdir, Aydın müəllim. Burada da xitab yoxdur. Sirrini vermər, sirdaşa dünya. Burada da xitab yoxdur. Dünya səndən kimlər keçdi? 2-5 B variantı. Düzdür, Sarvan, bəli. Birinə də baxaq, Sarvan. 41-ə baxaq.
Hansı cümlədə xitab söz birləşməsi ilə ifadə olunmuşdur? Söz birləşməsi ilə. Hmm, Burada biraz çətinlik çəkəcəm deyəsən. Niyə? Demək, Basit elə. Hə, bax tapacaqsın. of, dostum, qardaşım, xoş buyurmusan. Buyruq sizinkidir, möhtərəm. Ə, Elə bu B variantıdır deyəsən. Möhtərəm ağa. Ay sağ ol. Buyruq sizinkidir, möhtərəm ağa. Bəli, birinci Hə, növbədə iki sözün birləşməsinə yaranıb. Düzdür, bəli. Düzdür. Nigar 43-ə baxaq. Nigar. Nigar asan bir səs. Tamam. Ziya 43-ə baxaq. Birində xitab söz birləşməsi ilə ifadə olunmuşdur. Hı. Şair burada yoxdur. Daha sonra burada yəqin ki, hörmətli nümayəndələr olar da. Bəli, düzdür. Hı -hı. Bir də davam edək. Mən də deyim. Hə, Nigar dedim, eşitmədi. Tamam, qoy Ziya bunu da oxusun, sonra sən bax. Ziya 45-ə baxaq. Kitab haqqında verilmiş fikirlərin hansı yanlışdır? Kitabda cümlə özləri kimi nitq hissələri və ya söz birləşmələri ifadə oluna bilər. Bəli, ola bilər. Kitablar xəbərlərə qrammatik əlaqəyə girir. Məncə girmir, çünki yəni Bəli. Ay, sağ ol. cümlə yazılı olmalıdır ona görə. Bəli, düzdür. Düzdür, cümlə üzv ola bilmir. Necə qrammatik əlaqəyə girsin ki, bu yazı? Bəli. Qardaş xan 47-yə baxaq. Bir qartal zirvədə 47 dediniz eləmi? Aha. Bəli, 47. Aha. Bir qartal zirvədə möhkəm uçsa yenə. Ey çəmən, süpürən, geniş açılmayan kitablar. Ey qartal, ey çəmən. Qartal, çəmən. İsimlə. Yalnız isimlə. Yalnız isim deyil. Diqqətli ol. Ha, çağırış nidası işlənmiş isimlə. Bəli. Bax, ey qartal. Ey nədir? Çağırış nidasıdır. Qartal da nədir? İsimdir. Ha, variantlara tam fikir vermədim mən ona görə. Bəli. Çağırış nidası və isim. Aha. Davam edirik. Bir saniyə. 50-ci testə baxırıq. Qardaş xan 50-yə də baxaq. Hansı nümunədə kitab mürəkkəb adla? B variantı. Yox, mürəkkəb ad. Ha, mürəkkəb ad. Ha, D variantı. Yox, mürəkkəb ad. Diqqətli ol. Heydər baba mürəkkəb isimdir. D deyil müəllim. Yenə gördüm səni. Dilcan dərəsi. Dilcan dərəsidir də. D-dəki Heydər baba mürəkkəb adla mütləq ayrı yazılmalıdır. Oradakı Heydər baba bitişik yazılıb axı. Ha, mən də tərsinə yadımda qalır. Yadımda Hə, qalır ki, yox. Baxın, mürəkkəb adlar mütləq ayrı yazılır. Mütləq dərəcədə söz birləşməsi şəklində olmalıdır. Diqqət edin. Hı. ha, aydın. Aha, tamam. Mehriban 56-ya baxaq. Hansı cümlələrdə kitab ismi birləşmə ilə İfadə. olmuşdur? Kitab müraciət olunanı bildirir və iki sözdən ibarətdir. Onu istəyir. Əziz dost, ey vidadi, buyruq sizinkidir. Birləşmə İki sözdən sözün var. ibarət olur. Birləşmə. Mehriban ana, əziz. Yox, mehriban ana o yox. Sözüm vardır mənim Niyə? sizə. Ah, mehriban ana. Mehriban ana nədir? Söz birləşmədir, amma orada bir şey yoxdur axı. Tapdı da, niyə? Ah, mehriban ismi ana. birləşmə. Düzdür. Hı. Sonra biri 5, sonra yenə də cavab var. Əziz dost, buyruq sizinkidir. İsmi birləşmə. Əziz dost. Ay, sağ ol. Əziz dost,
1 ilə 5. Düzdür, bəli. Hı hı. Müəllimə, bəs üçüncü Adil hökmdar. Hə, onu da götürürük. Buyruq sizinkidir, adil hökmdar. Bəli, bəli, üçü də götürürük. Müəllim, adil orada sifət kimi deyil mi? Bəli, adil yəni ədalətli hökmdar Hə, mənasını aydın. verir. Bəli. Adil bizim dildə də var. Ədalətli deməkdir. Mən Yəni. belə fikirləşdim ki, ad kimidir. Dedim, ad olsa ya böyüklə yazılardı da o. Hə, yo. Sifət kimidir. Ədalətli mənasında işlənir. Var Aydın. dilimizdə. Çox sağ olun. Buyurun. Nigar, sən əlini qaldırmışdın. Bəli, müəllimə. Hə, getdi. Nigar 57-yə baxaq. Hansı cümlələrdə xitab ismi birləşmə ilə ifadə olunmuşdur? Hı -hı. Ay gözəli, qaçma bəşərdən. Biri bu. Bunları sənə kim öyrədib? Ay bala, burada yox. Bəli, hökmdarım, Kəmaləddin Bəyzadə fırçası, ilahi yox, bu da yox. Təbriz oğlu, Təbriz qızı. Biri bu. Bir də vətən oğlu. Burada da vətən oğlu, vətəni qoru. Ay, sağ ol. Düzdür. Bəli, Nigar, düz deyirsən. Getdik. Bircəsən. Nigar, 60-a baxaq. Kitabların ifadə vasitələri ilə bağlı uyğunluğu müəyyən edin. İsmi birləşmə ilə, çağırış nidası ilə, fe'l sifət tərkibi ilə. Gözəl vətən, mənan nə, dərin. Bu çağırış nidasıdır. Çağırış nidası ilə işlənmiş isim. Gözəl vətən. Gözəl vətən. Burada nida yoxdur axı. Hə, yox. Yox, kitabla qarışdırdım, müəllimə. Bu nədir? Kitabların ifadə vasitələri. Kitabdır, müraciətdir. Sadəcə olaraq ismi birləşmə ilə ifadə olunub da. Nəsədir? Hə. Hı -hı. Ey könül, bu çağırış nidasıdır. Ey könül, min namə yaz bir gülzarın eşqinə. Bu çağırış nidasıdır. Hı -hı. Çağırış nidası və isim. Hı -hı. Aha. Əskər anası, başını dik tut. Bu ismi birləşmədir. Əskər Düz. anası. Hı -hı. Kəsin eşinuşi gələnlər susun. Ay, Kəsin ay. eşinuşi gələnlər susun. Burada gələnlər də xitab, amma Hı. Gələnlər bunlara an, ən. aid Diqqətli ol. deyil də. Yoxsa gələnlər, şeydir, fe'li sifətdir. Ay, sağ ol. Bax, kəsin eşinuşi gələnlər. Susun. Susun. Gələnlər. Gələnlər. Amma Müraciət fe'li edir də. sifət tərkibində yox. Fe'li Amma sifət burada tərkib. tərkib deyil. Fe'li sifətin özüdür, bəli. El yolundan şəhid olanlar. Hı -hı. Bax, bunu götürə bilərsən. Burada tərkibdir də yedə. Yedə El fe'li yolundan sifət şəhid tərkib. olanlar. Aha. Aha. Buradakı tərkib. Bəli, o tərkibdir artıq. Getdik. Ara sözlərə baxaq. Demək, Rüfani, ara sözlərdə 11-ə baxaq. Rüfani, səs asa bilirsənmi? Səs asa bilmirsən? Tamam. Gülbənz 11-ə baxaq. Təsdiq bildirən ora söz işlənmiş cümləni müəyyən edin. Burada sözün düzü. Mən onunla çoxdan Bəli, tanışam. düzdür. Eyvallah. Təsdiq bildirir. Düzdür, bəli. Hı -hı. Gülbənz 15-ə də baxaq. Biri ara söz deyil. Nəhayət deyilənə görə məhz yəqin ki, bəlkə. Məhz ara söz deyil. Bəli. Çünki məhz nədir? Ədatdır. Ədat ara söz funksiyasından çıxış edə bilmir axı. Düzdür, bəli. Düzdür. Ara sözdən bir saniyə oxumuyor. Günel, ara sözdə 26-ya baxaq. Xülasə çox üzr istəyirəm. Buyur. Xülasə çox şeydən keçməli olduq nümunəsindəki ara sözün məna-növünü müəyyən edin. Xülasə çox şeydən keçməli olduq. Nəticə? Xülasə çox şeydə. Ay, sağ ol. Təbii ki, nəticə.
Düzdür. Bəli. Belə. Buradan uşaqlar ara söz rahatdır, ara sözdə xitabdır. Bizim keçən dəfədən düzgün bu Dimin test toplusu var idi. Oradan test vermişdim də sizə, hə. Baxın bu test toplusu. Bircə Hansını saniyə. deyirsiniz? Qrupa göndərməmişəm. Dimin test toplusunu sizə. Bu səfər yox. Dövlət qulluğu demə. Hə. Siz necə cavab göndərmisiniz müəllimə? Testin Hə, cavablarıdır. onu başqa qrupa göndərməliydim. Hə, bircə saniyə. Uşaqlar, sizə belə bir testə göndərirəm. İndi nə deyim? Hə, başlayaq da. Göndərirəm bu testi. Qalsın qrupunuzda. Sizə yox, o birisi qrupa. Dimin 2024 Dövlət Qulluğu test toplusu. Bunu göndərirəm, qalsın qrupunuzda. Gələn dəfədən bu dərsdən yox. Gələn dərsdən bunu işləyəcəyik, yaxşı? Elə bilirəm sizə buradan test. Var əlimdə. Hə? O kitabdan məndə deyəsən var. Var. 2024-ün. Hə. Dimin test Değil mi? toplusu, dövlət qulluğu üzrə. Bütün hamısı, yəni indiyə qədər düzdür, azdı testlər, 15-20 dənə testdir. Amma yenə də qəbulda filan oradan da istifadə olunan testlər var. İstifadə eləməyəcəyik, hələ ki qalsın qrupunuzda. Çünki artıq mövzuları bitiririk deyənə, az qalıb da. Qalsın qrupunuzda təkrarları artıq oradan işləyəcəyik. Elə bildim oradan test vermişəm, dedim oradakı testlərə də baxım. Belə. Testimiz hardansa baxmadığımız test qaldı. Bir də biz modal sözlərlə nidanın testinə məncə keçən dərs baxmamışdıq. Modal söz nida çox asaddır. Oradan var səhviniz, orada baxaq. Qoy bir dənə açım istəyirsinizsə. Çünki keçən dərs məncə biz modal söz və nida çox asaddır. Amma yenə də ola bilər. Sualınız varsa bir dənə açın. 195 olmalıydı. Modal söz və nidada kimin səhvi varsa bir dənə baxın görün dəftərinizə. Varsa oradakı səhvlərə də baxaq. Qoşma bağlayıcı ədad. Bu üçünə baxdıq. Modal söz nidanı əvvəl keçmişdim axı, balaca dərs idi deyənə. İndi baxın görün modalda var, timdəsə. Dəftərinizi açın, baxın görün modalda varmısa? Nidada, modalda səhv varsa deyin. Yoxdur. Tamam. Yoxdursa olsun. Olarsa əgər səhviniz deyərsiniz, yaxşı. Demək belə. Quizlərimizə də baxdıq da, düzdürmü? Quiz qrupa bir dənə göndərmişəm. İndi artıq quizlərin sayını artıracağam. Bundan sonra artıq sınaq, qəbul testlərinə keçəcəyik də, yaxşımı? Sizdən istəyim nədir? Quizləri işləyirsiniz. Nə sualınız olsa dərs vaxtını gözləməyin. Elə sualınız olan kimi atın qrupu orada baxaq. Sabah da orfoqrafiya bölməsini keçəcəyik. Yaxşımı? Orfoqrafiyanı bir də görüm yanına bir dənə dərs də qoya bilsəm, bir dənə dərs də keçərik. Yaxşı? Belə. Çalışacağam ki, tez bitirək ki, təkrara vaxtımız çox qalsın. Onsuz da yəni normal bitirəcəyik, yəni tez bitirəcəyik. Belə. Sağollaşıram burada. Dərsi rekord eləmişəm. Rekord olunan kimi qrupa göndərəm. Bir 7-8 dəqiqə falan çəkir. Sağ olun, gecəniz xeyrə, yuxunuz şirin. Görüşərik. Sağ olun müəllim, gecəniz xeyrə. Sizin də sağ olun.